Deməli, bu günləri sınaq 1-i izah edəcək. Sınaq 1-də 1-dən 7-yə qədər olan mövzuları əhatə edir qədim Hun tarixindən. Keçək birinci sualımıza. Sin sülaləsinin hakimiyyət dövründə uyğun gələn hadisəni müəyyən edin. Sin sülaləsinin hakimiyyət dövrü eramızdan əvvəl 221-dən 206-cı ilə qədər olan dövrə aid edir. Baxaq görək bu dövrə hansı hadisə uyğun gəlir. A variantı Hindistanda daş darvazalarının inşa edilməsi eramızdan əvvəl 1-ci əsrə aiddir. A variantı uyğun gəlmir. Keçək C variantı. Çində hərbi qüvvələrin Pitçen döyüşdə məğlub edilməsi eramızdan əvvəl 200, yəni Xan sülaləsi dövrünə aiddir. C variantı uyğun gəlməyəcək. İki arasında ilk dəfə vahid şəkildə birləşdirilməsi eramızdan əvvəl 24-cü əsrə aiddir. Bu da uyğun gəlmir. Dünya ticarət yollarının içindən gələn ticarət yollarına qoşulması Xan sülaləsinin dövrünə aiddir. 2-ci əsrdir. D variantı da uyğun gəlmir. Cavabımız B variantı olacaqdır. B variantının olmasına görə biz əvvəllər dərslikdə bunun ili verilirdi. 220 olaraq qeyd edə bilərik. Keçdik növbəti sualımıza. Növbəti sualımız uyğunluq əlaqəsinin doğru verilmişdir. A variantı Yuli Sezar Roma imperiyasının yaranması. Yuli Sezar və imperiyanın yaranması əlaqəsi yoxdur. Çünki Yuli Sezar Respublika dövründə olmuşdur. Germanların Roma imperiyasına hücum etməsi Roma paytaxtının. Germanlar bu əraziyə hücumları 5-ci əsr 455 ola bilər, 476 ola bilər. Amma paytaxtın Vizantiyaya köçürülmədən söhbət gedirsə 330-dur. B variantı uyğun gəlməyəcəkdir. Yuli Sezarın Respublikada monarxiya ilə əvəz etməsi, bəli, senat tərəfindən öldürülməsi, yəni sui-qəsd nəticəsində öldürülməsinə gətirib çıxartmışdır. C variantı doğrudur. 476-cı ildə Rom hökmdarının taxtdan salınması. 476-da Respublikadan danışa bilmərik. Respublika eramızdan əvvəl 509-dan eramızdan əvvəl 27-yə qədər olan dövrü əhatə eləyir. D variantı səhvdir. Hunların Qərbi Roma imperiyası hücumlarının başlaması, German tayfaların Roma işğal etməsinin qarşısının alınması. Hunlar bu əraziyə yürüşü 5-ci əsrin ortalarında olmuşdur. Amma bundan sonraki dövrlərdə də, məsələn, 476-cı illərdə Germanların yenidən bu əraziyə hücumları görülür. Ona görə də Hunların bu əraziyə gəlişi Germanların hücumunun qarşısı alınmışdır. Cümləsi doğru olmayacaqdır. Keçdik növbəti sualımıza. Növbəti sualımız daha əvvəl baş vermişdir. Daha əvvəl baş vermişdir. Konfutsi təliminin meydana gəlməsi eramızdan əvvəl 6-5-ci əsrə aiddir. Vuruşan padşahlıq dövrünün başlaması eramızdan əvvəl 4-3-cü əsrlərə aiddir. Hindistanda kastaların yaranması eramızdan əvvəl 12-11-ci əsrlərə aiddir. Böyük İpək yolunun meydana gəlməsi Xan sülaləsi dövrü eramızdan əvvəl 2-ci əsrə aiddir. Qırmızıqaşlar üsyanının baş verməsi isə bizim eranın 1-ci əsrinə aiddir. Daha əvvəl deyirsə zaman oxuna görə ən başda, yəni ən birinci baş verən hadisəni götürəcəyik. Bu zaman cavabımız C variantı olacaqdır. Növbəti sualımız hadisə və nəticə əlaqələri pozulmuşdur. Hadisə və nəticə əlaqələri pozulmuşdur. Bax, bu cümləyə diqqət edirik. Bizdən pozulmuşdur sorucur. Akkad Mesopotamiyanın işğal etməsi ilk dəfə şəhər dövləti yox da imperiyanın yaranması olacaqdır. Ona görə A variantı uyğun gəlməyəcək. Mix yazı sisteminin yaranması Aşurlar, Akkadlar, Babillər mix yazı sisteminin mənimsəməsi, bəli, bu cümlə doğru gələcək. Həm yazı olsun, həm də digər mədəniyyətlərini də mənimsəmişlər. Daxili müharibələrin baş verməsi Akkad dövlətini zəiflətmişdir. Bu da doğrudur. Sarqon Mesopotamiyanın ələ keçirməsi tarixdə ilk imperiyanın yaranması, bəli, bu cavab da doğru olacaqdır. Kutilərin iki çay arasında hakimiyyətə başlaması, iki çay arasında ilk dəfə vahid şəkildə birləşmə. Vahid şəkildə birləşmə Akkadlara aid olan məsələdir. Ona görə Y variantı da səhv olacaq. Bizdən də pozulmuşdur soruşduğuna görə cavabımız A bəndi və Y bəndini götürəcəyik. Keçdik növbəti sualımıza. Növbəti sualımız Het dövlətinin Misir arasında sülh bağlanmasının nəticəsində, Het dövləti ilə Misir arası sülhün nəticəsində biz dedik ki, Misir uzun müddət sülh şəraitində yaşamışdır. Keçək növbəti sualımız. Növbəti sual uyğunluğu müəyyən edin sualıdır. Burada 7 və 6-cı əsrə aid olan hadisələri müəyyən edəcək. Afinada donanma və ordunun strategilər tərəfindən
idarə edilməsi bu aid olacaq eramızdan əvvəl 6-cı əsrə. Afinada oliqarxiyaya çevrilməsi, Afinanın oliqarxiyaya çevrilməsi 7-ci əsrə aiddir eramızdan əvvəl. Afinada metal pulların kəsilməsi eramızdan əvvəl 7-ci əsrə aiddir. Afinada borc köləliyinin ləğv etməsi Solonun islahatına görə 6-cı əsrə aiddir. Yunanistan şəhər dövlətlərinin meydana gəlməsi isə bu isə 8-ci əsrə aiddir. Ümumiyyətlə bizdə variantlarda, yəni 7 və 6 ay soruşduğuna görə Y variantı ümumiyyətlə uyğun gəlmir. Deməli, cavabımız olacaq 1-ə B, C, 2-yə A, D olacaqdır. Yəni cavab D variantıdır. Sonra keçdik növbəti sualımıza. Növbəti sual. Şumerlərə aid uyğunluq əlaqələrinin düzgün verildiyi bəndi müəyyən edin. Mix yazısının meydana gəlməsi, gildən yazı materialları kimi istifadə edilməsi, bəli, doğrudur. Şəhər arasında müharibələrin artması, hərbi başlar, hökmdar, yəni luqalların hökmdarlara çevrilməsi, doğrudur. Ticarətin inkişaf etməsi, tacirlərin dəniz yolu Hindistana getməsi, bu da doğru olduğunu qeyd kimi yazdırmışdıq. Qadınlar bərabər hüquqlara malik olması, luqal yox, kahin və məmur kimi fəaliyyət göstərə bilər. Və bura qədər olan məsələ bərabər hüquqlu məsələ doğrudur, amma məmur kahin kimi ola bilər. Luqal kimi vəzifəyə gələ bilmirdi. 4 səhvdir. Sarqonun Şumer şəhər dövlətlərini işğal etməsi Şumer mədəniyyətinin tənəzzül etməsidir. Tənəzzülü yox, daha da genişlənməsini deyəcəyik. Ona görə 5 də səhvdir. Bizdən düzgün verilən bəndi soruşduğu üçün 1, 2 və 3 olacaq. Cavabımız C variantı. Keçdik növbəti sualımıza. Növbəti sualımız daha sonra baş vermişdir. Dori tayfalarının Yunanistana hücuma başlaması eramızdan əvvəl 2-ci minilliyə aiddir. Afina metal pullarının zərb edilməyə başlaması eramızdan əvvəl 7-ci əsrə aiddir. Yunan şəhər dövlətlərinin yaranması eramızdan əvvəl 8-ci əsrə aiddir. Afinada donanma və orduya rəhbərlik etmək üçün strateglərin seçilməsi, biz bunu bayaq da dedik, eramızdan əvvəl 6-cı əsrə aiddir. Afinada yoxsul əhalisinə vəzifə tutmalarına görə əmək haqqı verilməsi Perikl islahatlarında demişdik, eramızdan əvvəl 5-ci əsrə aiddir. Daha sonra deyirsə, zaman oxuna görə, yəni ən sonda baş verən hadisəni götürəcək, cavabımız Y bəndi olacaqdır. Növbəti sual. Yuli Sezarın canişin olduğu əyaləti müəyyən edin. Yuli Sezar Qaliyada canişin olmuşdur. Yəni cavabımız 1 olacaqdır. Fransa ərazisi. Növbəti sual. Növbəti sualımız Misir paytaxtının Memphisdən köçürüldüyü dövrdə Hindistanda. Bu hadisədə Fivə köçürülmədən söhbət gedir. Eramızdan əvvəl 2-ci minillik olan hadisələri uyğunlaşdıracaq və Hindistan tarixinə aid olmalıdır. Deməli, burada Harappa şəhəri salınması, Harappa şəhəri eramızdan əvvəl 3-cü minilliyə aiddir. Yunan-Makedoniya işğallarına qarşı mübarizələrin aparılması, bu 4-cü əsrin sonları, eramızdan əvvəl 4-cü əsrin sonlarına aiddir. Maria sülaləsinin hakimiyyət dövründə olması, Ari tayfaların ölkə ərazisində məskunlaşması eramızdan əvvəl 2-ci minilliyə aiddir. Əhali arasında 4 əsas kasta eramızdan əvvəl 12 və 11-ci əsr. Yəni bu 2-ci minilliyə düşəcək bu hadisə. 2-ci minilliyə düşür. İlk dövlətin meydana gəlməsi eramızdan əvvəl 1-ci minilliyə aiddir. 5 2-ci minilliyə düşmür. 2 2-ci minilliyə düşmür. 1 də 2-ci minilliyə düşmür. Cavabımız 3 ilə 4 olacaqdır. Sonra növbəti sualımız daha əvvəl baş vermişdir. Misirdə nomların meydana gəlməsi dövlət yaranmamışdan öncə 4-cü minillikdən götürə bilərik məsələni. Yuxarı və aşağı Misir padşahlıqlarının yaranması bu da 4-cü minilliyin ikinci yarısıdır. Növbəti bənddə Misir dövlətinin ən qüdrətli dövrünün başlaması bu 2-ci minilliyin ortalarıdır. Memfis şəhərinin Misirin paytaxtına çevrilməsi bu 4-cü minilliyin sonlarıdır. 3-cü Tutmosun hakimiyyətə gəlməsi isə 2-ci minilliyin ikinci yarısına aiddir. Bizdən daha əvvəl baş vermişdi deyirsə, elə nomların meydana gəlməsini götürəcək cavabda. Növbəti sual.
Aşağıda verilən məntiqdəki hadisələrin məntiqi nəticəsini müəyyən edin. Burada eramızdan əvvəl 1-ci əsrin əvvəllərində Çinlilərin Hunların döyüş üsullarını öyrənərək süvari qoşunlar təşkil edirdilər. Nigah diplomatiyasından istifadə edir və Hunlar arasında nifaq salırdı. Bu hadisənin məntiqi nəticəsini biz eramızdan əvvəl 58-ci ildə Hunun iki yerə parçalanmasını qeyd edəcəyik. Yəni Böyük Hun İmperiyası Qərb və Şərq Hun dövlətlərinə parçalanmışdır. Ona görə cavabımız C variantı olacaqdır. Növbəti sualın izahı, növbəti sualı 13-cü sual. Uyğunluq pozulmuşdur. Het tayfaları Misir arasında müharibənin baş verməsi, Fələstin, Finikiya, Suriya, Suriyanın cənub hissəsi yenidən Misrə tabe edilməsi. Bu versiyanı doğru götürəcəyik. Beyin tutulmasının hakimiyyətə gəlməsi, işğalçı müharibələrin genişlənməsi. Bəli, doğrudur. Aşağıdakı Misir dövlətinin yuxarı Misirlə məğlub olması, Misri vahid şəkildə birləşdirməsi. Bəli, 4-cü minilliyin ikinci yarısı. 3 məsələ doğrudur. Digər də yuxarı Misirin aşağı Misir özünə tabe etməsi, Misir nomlarının meydana gəlməsi. Əslində nomlar daha öncə olubdur. Ondan sonra yuxarı və aşağı Misir, ondan sonraki dövrdə isə yuxarı və aşağı Misiri, daha doğrusu yuxarı Misir aşağını məğlub edir, nəticədə Misir dövlətini yaratmış olacaqdır. Ona görə D variantı xronoloji ardıcıllıq səhvdir. Birinci Tutmosda Aralıq dəniz ölkələrinin hücum etməsi, Hetlilərlə Misir arasında, Hetlilərlə ümumiyyətlə Misir arasında müharibə 2-ci Ramzesin dövründə olubdur. Ona görə D və E variantı səhv olacaq. Cavabımız elə C bəndi gələcəkdir. Növbəti sualımız Mark Trayanın aid xüsusiyyəti müəyyən edin. Mark Trayana aid xüsusiyyətlər dedikdə, Mark Trayanın hakimiyyət dövrü 98-dən 117-yə qədər olan dövrə aid edir. Mesopotamiya, Kiçik Asiya və Ərəbistanın bir çox ərazilərin ələ keçirilməsi, bəli, 115 və 117-ci illərdə bu hadisə olmuşdur ki, doğrudur. Parfiyanın paytaxtını Ktesifon tutmuşdur, bəli, amma Parfiyanın tamamilə ələ keçə bilməyibdi. 2 doğrudur. Romanın son işğalçı müharibələrini həyata keçirmişdir, bəli, 3 isə doğrudur. Cavabımız elə 1, 2, 3 olacaqdır. Növbəti sual, 15-ci sual. Eramızdan əvvəl 8 və 7-ci əsrlərdə Afina şəhər dövləti idarəçi sistemi üçün düzgün bəndləri müəyyən edin. Burada dövlət idarəsində aristokratlara bərabər demos, aristokratlara demoslar bərabər səlahiyyətlərə malik deyildi. Ailə hakimiyyəti xalq yığıncağının əlində cəmləşməsi bu 8-7-ci əsrlərə aid olmayacaq. Xalq yığıncağının əlində cəmləşməsi 6-cı əsrə aid. Ona görə 2 də səhvdir. Demosun tamamilə idarə etmədən uzaq bax. Ümumiyyətlə bu Afina dövründə də, Sparta dövründə tamamilə idarə etmədən uzaqlaşma bu tipli cümlələr görsəniz, yanlış götürəcəksiniz. Ona görə 1, 2, 3 yanlışdır. Ordu və donanma başçılarının müəyyən müddətə seçilməsi bu bəndi doğru götürəcəyik. Sonrakı məsələmiz, deməli, sonrakı bənddə qeyd olunur ki, ali siyasi və məhkəmə hakimiyyəti Ağsaqqallar Şurasının əlində cəmləsi bu bənddə doğru olacaq. Cavabımız elə 4, 5 gələcəkdir. Xan sülaləsinin Sin sülaləsindən fərqli olaraq bu tipli sual. Xan sülaləsinin dövründə və Sin sülaləsindən fərqli olaraq. Eramızdan 3-cü əsrin ikinci yarısında hakimiyyətə gəlməsi bu hər ikisi üçün oxşar cəhətdir. Yadelli hücumlarına qarşı mübarizə aparılması bu da yenə oxşar cəhətdir. Çin tarixi ilk dəfə mərkəzləşmə deyirsə bu Sin sülaləsinə aiddir. Bizə xanın Sindən fərqli olaraq xüsusiyyətini soruşur. Hun siyasi birliyinin parçalanmasına nail olmuşdur. Hun siyasi birliyinin parçalanmasına, bəli, eramızdan əvvəl 58-ci ildə bu da Xan sülaləsinin dövrünə düşür. Bu da Sindən fərqli olan xüsusiyyətdir. Vyetnam və Koreyanın işğal edilməsi bu da Xan sülaləsinə aiddir ki, Sindən fərqli olan xüsusiyyətdir. 4-lə 5 doğru olacaq. Cavabımız A bəndi gələcəkdir. Növbəti sual, hadisə və nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin.
Drakon qanunlarının qəbul edilməsi, aristokratların hüquqlarının məhdudlaşdırılması bu bəndi doğru götürməyəcək. Niyə? Çünki drakon qanunları elə aristokratların mülkünün qorunması üçün qəbul edilmiş bir qanun idi. Ona görə bu variant səhvdir. Yunan koloniyalarının salınması, Yunan mədəniyyəti Aralıq dəniz ərazilərində yayılması bəli doğrudur. Spartada oliqarxiya siyasi sisteminin qurulması Demosun bütünlüklə hakimiyyətə. Bayaq da dedim, bu tipli cümlələr yanlış olacaqdır. Solon islahatlarının keçirilməsi, Afinada triyanlığın son qoyulması, triyanlığa üsyanlar nəticəsində son qoyulmuşdur. Solon islahatı nəticəsində son qoyulmamışdır. Ona görə bu bəndimiz də səhv olacaq. Növbəti bəndimiz sənətkarlıq və ticarətin inkişaf etməsi, Yunanıstana yeni varlı təbəqələrin meydana çıxması. Bəli, bu bəndi də doğru götürəcəyik. Cavabımız olacaq B ilə Y, yəni Y variantı uyğun gələcək. Növbəti sual, 18-ci sual. Aşağıda göstərilən məlumatlar əsasən şəxsi müəyyən edərək ona aid ardıcılığı tamamlayın. Antoniya qalib gələrək Romanın şərq və qərb ərazisinə tək hakim olmuşdur. Bu Oktavian hakimiyyətinə aid olacaq. Oktavian hakimiyyəti imperiya dövrünü desək, 27 və bizim eranın 14-cü ilinə qədər olan dövrə aid eləyir. Yuli Sezar tərəfindən varis elan edilmişdir. Bəli, bu doğrudur. Xristianların məbədləri tikməyə bu Konstantinin dövrünə aiddir. 2 səhvdir. Roma imperiyası 2 yerə bölünməsi 395-ci ildir. Bu isə Yuli Sezarın hakimiyyət dövrünə uyğun gəlmir. Roman paytaxtının yeni şəhərlərə köçürülməsi, Vizantiya köçürülməsi, bu da yenə Konstantin dövrünə aiddir. 4 də səhvdir. Senatın fəaliyyətini məhdudlaşdırması, bəli. Bu da Oktavian Avqustun dövrünə aid gəlir. Cavabımız A variantı olacaq. 1 ilə 5. Keçdik 19-cu suala. Uyğunluq pozulmuşdur. Tarixi qeydlər əsəri pozulmamışdır daha doğrusu. Tarixi qeydlər əsəri biz eramızdan və 2-ci əsrin sonu, 1-ci əsrin əvvəllərinə aid edəcəyik. Sarsaqlılar üsyanı 184, yəni D variantı uyğun gələcək. Sin padşahlığının meydana gəlməsi 221-ci il eramızdan əvvəl. Çində dəmirin emal edilməsi isə 6-5-ci əsrlər olacaqdır. 1-ə C, 2-ə D, 3-ə B, 4-ə isə A variantı gələcək. Cavabımız B variantı olacaqdır. Eyler-Venn diaqramı əsasən tamamlayaq. Misir və Şumerlərə aid olan məsələni soruşur. Dünyada baş tanrı An idarə edirdi. Bu Şumerlərə aiddir. Hökmdar kainatın tanrısı kimi ibadət və siyasət sitayiş edilirdi. Bu da Misirlərə aiddir. Çoxtanrılı dinə sitayiş edirdilər. Hər ikisi ilahi inanma məsələsi bu Şumerlər tarixinə aiddir. Amon baş tanrı olması isə Misrə aiddir. 1-ə B, Y, 2-ə C, 3-ə də A, D olacaqdır. Daha doğrusu 1-ə B, Y, 2-ə A, D, 3-ə C. Cavabımız elə A variantı gələcəkdir. Uyğunluğu gözlənilib. Sin sülaləsi, Xan sülaləsi. Baxaq, Çindən gələn ticarət yolu, dünya ticarəti, yəni Böyük İpək yolu bu aid olacaq Xan sülaləsinə. Çində ilk dəfə vahid dövlətin birləşdirilməsi bu aid olacaq Sin sülaləsinə. Qırmızı qaşlar üsyanının yatırılması bu aiddir Xan sülaləsinə. Dəmir ixtira edilməsi eramızdan əvvəl 6-cı əsrə aiddir. Heç bir dövrə düşmür. Böyük Çin səddinin inşasının başlanması isə Xan sülaləsi dövrünə aiddir. Növbəti sual. Respublika hakimiyyətini qorumaq üçün senatlar Respublika hakimiyyətini qorumaq üçün Sezara qarşı sui-qəsd təşkil etmişdir. Bayaqlar bu tipli suala bir daha baxmışdıq. Yunan elin mədəniyyəti, növbəti sualımız Yunan elinin mədəni yeniliklərinə aiddir. Yunan elin mədəniyyəti burada deməli 1-də verib bizə
Panteon məbədinin Panteon deyirsə, bu Roma tarixinə aid bir səhvdir. Komediya və tragediyaların yaranması, bəli, Yunan mədəniyyətinə aiddir. Yazı sisteminə malik olması, bəli. Tarixi elmin əsasının qoyulması Herodot tərəfindən 5-ci əsr eramızdan əvvəl, bu da doğrudur. Nağıl və 5-ci minilliyə aid deyil. Ona görə cavabımız 2, 3 və 4 olacaqdır. Növbəti, Hindistanda Maurya sülaləsinin hakimiyyət dövrünə aid deyil. Maurya sülaləsi biz Chandragupta və Ashokan dövrlərinə baxacaq. Bizə cümlədə soruşur ki, aid deyil. Bu hissəyə diqqət olmaq. Yunan Makedoniyalara qarşı mübarizə aparması, bəli, Chandraguptanın dövründə görmüşdük. Ona görə bir götürməyəcəyik. Dəmir emalının başlaması, dəmir emalı 11-ci əsrdə başlamışdır. Bəli, biz bunu Maurya sülaləsinə aid olmayan variant kimi götürə bilirik. Ölkədə Makedoniya İskəndərin hücumlarının məruz qalması, Makedoniya İskəndərin hücumlarına məruz qalıb Maurya sülaləsindən əvvəl. Amma Yunan Makedoniyaya qarşı mübarizə aid ola bilər. Amma Makedoniyalı İskəndərin yürüşü dövründə Maurya sülaləsi hakimiyyətdə yox idi. Ona görə 3 də uyğun gəlmir. Budizmin təbliğ etməsi, bəli, Ashokanın dövrünə aiddir. Bir sıra sahədə islahatlar keçirməsi, bu da Ashokanın dövrünə aiddir. Cavabımız olacaqdır, aid olmayan istədiyə 2 və 3 olacaqdır. Növbəti sual Şumerlərdə ixtiralarına aiddir. Şumer ixtiralarına aiddir deyirsə, biz təkərin, dulus çarxının və tunç alətləri deyəcək. Beton Romaya, kağız isə Çinə aiddir. Ona görə cavab 1, 2, 3 olacaq. Xronoloji ardıcılığı müəyyən edin. Şərqi Roma imperiyasının meydana gəlməsi 395, Vandalların Romanın Afrikadakı əyalətinin ələ keçirilməsi 455 götürə bilərik. Xristianlığın Romada dövlət dini elan edilməsi. Əslində bununla bağlı olan məsələ çıxarılıbdır. Çünki artıq dərsliklərdə yoxdur. Orada qeyd olunur biz xristian mərasimlərinin keçirilməsi əvvəl 313-cü ildə olmuşdu. Dövlət dini kimi bəzi mənbələrdə isə 380 götürülür. Yəni bu versiya artıq yoxdur. Yəni sual 3-cü bənd dərslikdə yoxdur. 4. Avropada quldar quruluşunun dağılması isə quldarlıq quruluşunun dağılması 476-cı il götürəcəyik. Cavabımız olacaq 3, 1, 2, 4. 3, 1, 2, 4 olacaqdır. Doğru cavabımız bu şəkildə gələcəkdir. Növbəti sual, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Roma Respublika 6 və 5-ci əsrə aid olan və 3 2-ci əsrlərə aid olan. Vətəndaş müharibəsinin başlaması 1-ci əsrə aid olan hadisədir. Eramızdan əvvəl 1. Senat qoşunları ilə Qay Qrahın tərəfdarları arasında döyüşlərin baş verməsi bu 2-ci əsrə aid olandır. Bizə ümumiyyətlə 1-ci əsrə aid olan versiya yoxdur. A variantını götürməyəcəyik. Növbəti xan tribun vəzifəsinin xalq tribun vəzifəsinin, daha doğrusu üzr istəyirəm, xalq tribunu vəzifəsinin təsis edilməsi məsələsi isə, bəli, biz bunu eramızdan 5-ci əsrə aid eləyəcəyik. Eramızdan 5-ci əsr. Romanın Siciliya adası uğrunda müharibə aparması, bu Pun müharibələri deyəcəyik, 3-2-ci əsrlərdə olacaq eramızdan əvvəl. Hakimiyyətə konsulların əlinə keçməsi isə 5-ci əsrləri, 5-6-cı əsrləri götürəcək. Cavabımız olacaqdır. Deməli, 1-ə C-Y, 2-ə, 1-ə C-Y, 2-ə B-D olacaqdır. Keçdik mənbə sualına. Mənbə sualımız 3-cü qruplarda əsasən ümumi tarixdən düşür. Ona görə mənbə sualına xüsusən diqqət eləməliyik. Romada xaricdə öz rəqibi Karfageni məhv etdikdən sonra daxilində böhranlar kütlə halətində